Məsələn, Allah bəzən özü belə tərtib edir ki, yaxın adamlarımızdan zərbə alırıq. Dostlarımızdan zərbə alırıq, yaxınlarımızdan zərbə alırıq. Bu nə üçündür? Bu onun üçündür ki, insan başa düşsün ki, doğrudan da bu dünya üçün deyiləm mən. Bu dünya vəfasız aləmdir. Doğrudan da mənim əsas yerim bura deyil. Allah ümidləri başqalarından qırır, ona görə yox ki, sən bədbinliyə düşəsən, deyəsən ki, heç əlimin duzu yoxdur, filan oldu, başlayasan, çatana şikayətlənəsən. Bunun üçün eləmir. Allah sən ümidləndiyin adamlardan vəfasızlıq, belə bir tənzimliyib ki, vəfasızlıq görürsən, nankörlük görürsən, bunu görəcək, hamı görəcək, az ya çox. Ondan sonra deyirsən, hə, elə bundan məlumdur ki, bu dünya qalmalı yer deyil. Səni bu dünyadan qopartmaq üçün sənə vəfasızlıqlar yaşadır. Vəfasızlığın bir qəmi var da, doğrudan da ağırdır adama. Bir ömür görürsən, yaxşılıq elədiyin bir adam, elə bir addım atır sənə qarşı ki, qalırsan belə, narahatçılıq. Bu narahatçılığı çevir müsbət qəmə, denən ki, hə, mənə bunu başa salmaq istəyirsən ki, bu dünya vəfasız bir yerdir, qalmalı yer deyil, mənim yerim deyil. Başda axirətin həsrətini çəkməyə. Axirətin qəmi oldu müsbət qəm. Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? Bivəfa aləmdəsən, yar o vəfadar istəmə.